Minhacü Sünnə Ən-Nəbəviyyə İbn Teybiyyə 8-ci cild, səhvə 291, təhqiq doktor Muhammed Rəşad Salim. İnnəhu qəbəsəl beytə, Əbu Bəkr Fatimi Zəhranın evinə hücum elədi. Nə üçün? İllət. Ləyənuzurə həl fihi şeyun min malillah. Aya bu evdə Beytülmaldan bir mal, sərvət var idi ya yox? Əlləzi yuqassimuhu. Əgər Beytülmaldan, Allah malından bu evdə olsaydı, çünki evə hücum ediblər, eləsinlər, təftiş eləsinlər, mal axtarırdılar, sərvət axtarırdılar ki, aparsınlar, təqsim eləsinlər. Əni yuharraqa aleyhimil beyt. Əgər beyət eləməsələr, əmr edərəm, gəlib bu evi yandırarlar, onlar da içində yanarlar. Və zəkərə fi zəlikə kəlamən kəthira. Subhanallah, Allah. Ağay Məsudi, ağay Əbdülrəhman ibn Avf çox söz danışdı. Niyə bu miqdarını deyirsən, qalanını gətirmirsən ki, daha Əbu Bəkir neynədi? Bu evin əhli.